çəkirəmsə özünüz baxasınız. Buradadır, sistemin altındadır. Xüsusi antibiotiklarını değişmişik artıq. Vaksinə keçmişik. Doktor buyurun. После заключения УЗИ'ye gittiler. УЗИ'de dedi ki içeride bak bunu göster. Выпадной жидкость у вас çok mutludur. И это подтвердилось. Мы şeylədik, çəkdik də bunu drenaj elədik, punksiyələdik, baxdıq. Deməli bu septik bir şeydir. İçeride iltihab verir içeride. Ola bilsin köhnə travma olubdur o. Kapsullaşıb elibdir. Sonra immunitet düşdükçe düşkünləşəndə başlayır belə üzə çıxmağa. İmmunitet əməliyyatdan sonra düşür. O da normaldır narkozdan. Hə, bu çox təhlükəli, yaxşı bir şey deyil. İndi ona görə də biz 4-cü nəsil antibiotiklərdən istifadə edirik. Yeganə yəni preparatlardır ki, bu əleyhinə çıxış edib bunun bir balaca qarşısına ümidimiz var ki, kəsib götürməyə imkanı var. Yəni bir 5 gün, 7 gün antibiotiklərlə belə intensiv vurulacaq. Ondan sonra